Üzr istəyirəm, tamaşaçılar, yayımız davam edir. Türkiyənin Müdafiə Nazirliyinin son dəqiqə bir informasiyasını diqqətinizə çatdırıram. İrandan atılan və İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına doğru hərəkət etdiyi aşkarlanan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında vurularaq zərərsizləşdirilib. Hatay vilayətinin 4 yol rayonuna düşən sursatın havada təhlükəni dəf edən hava hücumundan müdafiə sisteminə aid olduğu müəyyən edilib. Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Ölkəmizin və vətəndaşlarımızın təhlükəsini təmin etmək əzmimiz və qabiliyyətimiz ən yüksək səviyyədədir. Türkiyə regional sabitliyi və sülhü dəstəkləsə də təhdidin kimdən və haradan gəlməsindən asılı olmayaraq ərazisinin və vətəndaşlarının təhlükəsizliyini tam şəkildə təmin etməyə qadirdir. Ərazimizi və hava məkanımızı müdafiə etmək üçün bütün zəruri addımları qətiyyətlə və tərəddüd etmədən atacağıq. Sizə xatırladırıq ki, ölkəmizə qarşı hər hansı bir düşmən münasibətə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq deyə Türkiyənin Müdafiə Nazirliyinin rəsmi bir neçə dəqiqə əvvəl yayımlanan bəyanatında qeyd olunub. Buyurun.